May ayında niyə belə soyuq var? Mənə çatmır. Məndən başqa yəqin ki, hamı üşüyür, tək mən deyiləm. Nəsə, bugün bu mövzunun, daha doğrusu videonun mövzusu hava deyil, təbii ki. Başlıqda görmüsünüz. Yəqin ki, başlıqda da gördünüz, dəqiq. Mövzu ədalət məsələsidir və bu videoya birbaşa bir hekayə ilə başlamaq istəyirəm. Tam olaraq əslində qalsa yaşanmış bir hadisədir. Tələbələrimdən biri bir dəfə daimi yazılı işlər olur, kollegium deyilən tələbələr biləcək dəqiq. Kollegiumda maraqlı bir hadisə baş vermişdi. Dəqiq bilirəm ki, bu videoya baxan istənilən tələbə deyəcək ki, hə, mənim də başıma belə bir hadisə gəlib. Ya mən özüm köçürmüşəm, ya da köçürəni görmüşəm. Tələbələrimdən biri başqa bir tələbə yoldaşının, eyni qrupda oxuyan tələbə yoldaşının kollegium ərəfəsində bir sualın yarısını mı, 5 cümlə, 10 cümlə bilmirəm. Təsadüfən köçürdüyünü görüb, bilmirəm, xüsusi olaraq ona baxıb, orasını dəqiq bilmirəm. Kollegiumdan sonra yoldaşla bir yerdə yaxınlaşdılar mənə. İndi tələbə biləcək onunla danışdığımı. Amma mənim istədiyim o, bu videonun əsas məğzi ki var, onu çatdırmaq istəyirəm. O hekayə əslində qalsa bu videonun əsas məğzini çatdıracaq elə. Tələbə yaxınlaşdı ki, bəs müəllim, mənim sizə deyəcək bir sözüm var. Böyük məmnuniyyətlə ona qulaq asmağa hazır olduğumu bildirdim. Dedi ki, bəs belə-belə. Filankəs kollegiumda köçürürdü. Bu kollegiumda köçürürdü, imtahanda köçürürdü ya da necəsə artıq. Bizdə var axı biraz, biz deyirik ki, biz cəmiyyət olaraq, millət olaraq belə bir şey bir adam bacarırsa, halal olsun, yəni. Bacarana can qurban. Çox məşhurdur, niyəsə. Elə ora gəlib çıxacam. Bunu mənə deməyindən böyük səbəbi odur ki, mən dərs vaxtı maksimum dərəcədə tələbələrin köçürməsinin qarşısını almağa çalışırdım. Bacardığım qədər, artıq nə qədər bacarıramsa, bir nəfər nə qədər bacara bilər. Dərsdən sonra bunu mənə yaxınlaşdı dedi, mən də dedim ki, problem yoxdur. Dedin, lap yaxşı, nəzərə alacam, o tələbənin özündən danışacam. Amma mənim bir sualıma cavab ver. Köçürən tələbə filankəsdir, bildik. Mən bunun özündən də soruşacam. Böyük ehtimal etiraf eləyəcək ki, etiraf elədi də. Amma mənə maraqlı olan başqa bir şey var. Bax, sənin bu yoldaşın, yanındakı yoldaşın, eyni hərəkəti eləsəydim, kollegiumda köçürsəydim və sən onu görsəydin, sən bunu deyərdin mənə, ya yox. Haqq, ədalət axtarırsınız. Mənə maraqlıdır, sən bunu deyərdin, ya yox. Tələbə biraz narahat baxışlarla mənə baxdı, yoldaşı da bildirdi ki, yəni məsələ nədir artıq bəlli oldu. Bizim ədalət anlayışımızı mən o tələbələrin timsalında gördüm. Çünki mən o tələbələrimdən danışıram, amma onlar hələ uşaqdılar, həyata yeni atılırlar. Bir çox davranışların altında məhz biz böyüklərdən gördükləri yatır. Məktəbdə müəllimindən görüb, ya nə bilim ətrafındakı böyüklərdən görüb o davranışa sərgiləyir. Burada o həmin dediyim davranış nədir? Onu deyim. Niyəsə biz Azərbaycanlılar olaraq, mən sadəcə öz xalqım və millətim haqqında danışmaq istəyirəm, başqa xalqları qaid eləmək istəmirəm. Biz sevmədiyimiz yaxud da bizdə qıcıq yaradan insanlara qarşı ədalət yaxud da haqqımızı tələb etmək kimi əsaslarla çıxış edirik. Yəni necə? Mən filankəsdən zəhləm gedir, amma mənim yaxın dostum da var. İkisi də eyni hərəkət edir. O zəhləm gedən adam sırf zəhləm getdiyi üçün
o nəsə bir hərəkət edirsə, o hərəkət qanunu pozursa, yaxud da kiminsə haqqına girirsə, mən onu hamiyə demək istəyirəm, mən onu daşqalaq eləmək istəyirəm, mən ondan ümumiyyətlə, onun belə deyək də, həbs olunmasını hətta istəyirəm. Ən pis vəziyyətə qədər gedib çıxmağını istəyirəm. Çünki mən ədalət axtarıram, mən haqqımı tələb edirəm. Bəs sual, yanımdakı mənə əziz olan insan eynisini eləsə, mən o biri insana qarşı elədiklərimi buna qarşı eləyəcəm ya yox? Deyə bilərsiniz ki, mən sevdiyim insanı, əzizlərimi niyə satım ki, yaxud da onları niyə pis vəziyyətdə qoyum ki? Problem də elə tam olaraq buradadır. Bizə bu şüuru 100 illərdir bəlkə də yeridiblər. Hər nə olur olsun, sən ailənə qarşı, yoldaşlarına qarşı, sevdiyin insanlara qarşı xüsusi bir rəğbətlə yaxınlaşmalısan. Onlar səhv eləsə üstünü örtməlisən, qətiyyən onları ədalətə təslim etməməlisən. Onlar kimisə haqqına girsə, ağzına yumub oturmalısan. Bu yanlış tərbiyə üsulu ilə biz hamımız böyüdüldük. Mən də, məndən öncəki nəsildə, ondan öncəki nəsildə. Nəticədə nə oldu? Biz bugün sadəcə olaraq nifrət elədiyimiz insanlara qarşı ədalət axtarışındayıq. Təhsil sisteminə baxın. Tələbələrdən danışırdım biraz əvvəl. Bu videonu izləyən tələbə varsa, görün neçə nəfər yanındakı yoldaşına kiminsə haqqına girdiyi üçün danlayır. Yaxud da iş həyatına baxın. Görün iş həyatında kim o mehriban olduğu yoldaşına elədiyi səhv hərəkətə görə danlayır. Yaxud da kimsə haqqına girdiyinə görə gedib onu rəhbərliyə şikayət edir ki, eləməlidir də. Bu düşüncə tərzi ki var, mən çox vaxt bunu geniş kütlə qarşısında danışanda çox qəribə bir reaksiya alıram insanlardan. Sanki mən onların pisliyini istəyirəm. Yəni siz gedin əziziniz olan insanı, yaxud da dostunuz olan insanı gedin kiməsə şikayət edin kimi təsəvvür edirlər. Mənim 35 yaşım var və 35 illik həyatımda çox maraqlı bir təcrübə yaşamışam. Onu sizlə də bölüşmək istəyirəm, elə bu mövzuyla bağlıdır. İnsanlar kimisə çox dəyərli hesab edir öz həyatında. Hansı bir bu yaxın ailəsindən biri ola bilər, bu dostu ola bilər, bu bir qohumu ola bilər, fərqi yoxdur. Biraz əvvəl dediyim o haqq-ədalət söhbəti ki var, qətiyyən o adama qarşı imkan verməz ki, yəni kimsə onu nədəsə günahlandırsın. O adam ən böyük günahkar olsa belə, onu müdafiə edəcək, onu qoruyacaq. O kimsə haqqına girirsə əcəb edir. Başqası girirsə qələt edir. O kiminsə çörəyini əlindən alırsa əcəb edir. Başqası alırsa qələt edir. O əzizliyə neçə illər davam edir. Və mənim biraz əvvəl dediyim o şəxsi təcrübəmdə gördüyüm bir şey var. Kim ki həyatında bir insanı xüsusi bir yerə aparıb qoyursa, həyatında ən böyük haqsızlıq, ən böyük ədalətsizliyi elə o insanın özü şəxsə qarşı etmiş olur. Yəni pis anlaşılacaq bilirəm, amma çox vaxt insanı elə öz sevdiyi insanlar arxadan vurur. Elə haqq ədalətsizliklə. Eyni vəziyyətə əslində qalsa təkcə gündəlik cəmiyyətdə, yaxud da iş həyatında, təhsil həyatında, yox, elə ümumi idarə etmə sistemində, cəmiyyətin o qanunlara yanaşması ilə bağlı olan düşüncəsində də görmək mümkündür. Yenə deyirəm, başda dediyim yerə gelib çıxıram. Bizim üçün ədalət anlayışı, haqq ədalət anlayışı sadəcə olaraq bizə doğma olan və bizə aid olan hər şeylə bağlıdır. Kənardakı adamlar bizə vecimizə deyil.
Ona görə də başlanğıcı hekayəsini danışdığım yaşanmış hadisə idi deyirəm. Tələbəyə qarşı, tələbə özünə qarşı haqqının əlindən aldığını, ədalətsizlik gördüyünü iddia etməsi. Bu yaxınlarda həmin tələbənin bir paylaşımını gördüm sosial media hesablarının birində. Mənim tələbələrim çox qəşəng bilirlər bunu. Məni tanıyan çox adam yaxşı bilir ümumiyyətlə bunu. Mən sərbəst işlərin pulla yazılmasına qarşı çox ciddi şəkildə mübarizə aparmışam bu günə qədər. Qəti tərəfdarı deyirəm, əleyhinəyəm. Savadsızlığın ən böyük səbəblərindən biridir mənə görə və ədalətsizliyin 2 qat, 3 qat səbəblərindən biridir. Həmin tələbə bir paylaşım edib, sərbəst işlərin pulla yazılması, səhifəsi 50 qəpik. İndi sən Kaлекin vaxtı sevmədiyin bir insanın köçürdüyünü görüb etiraz edirsən, bugünsə o sərbəst işi yazıb, kimsə pulu var, səndən pul verib sərbəst iş yazdıracaq, gedib yaxşı qiymət alacaq, kimsə heç pulu yoxdur, nəinki pul yoxdur, adam var, heç tələbə var ki, inanın, kompüteri yoxdur, oturub yazmağa, telefonda yazır. O gedib aşağı qiymət alacaq. O an ədalət tərəzisi pozulmurmu? Sən kimisi haqqında girmiş olmursanmı? O tələbə üzərindən bu qədər geniş bir mövzunun çıxa biləcəyini heç də düşünməmişdim. Amma sonra ağlıma gəldi ki, məsələ heç tələbə deyil. Mən düzdür, o mövzu üzərindən gedirəm, amma çox yerdə bayaqdan sayıram, nə qədər nümunə çəkdim. Çox yerdə eyni problemi görə bilirik biz. Kimin fikri idi bilmirəm. Hansı mütəfəkkir demişdi, heç xatırlamıram da. Amma yaxşı bir fikir var idi. Deyir, cəmiyyət səndən əxlaqlı olmağını tələb edir, amma bütün növ əxlaqsızlığı elə cəmiyyətin özü alqışlayır. Cəmiyyətə nə sərf edirsə, cəmiyyət onu dəstəkləməyə xoşlayır həm də. Belə bir şey var. Müxtəlif sosial media platformalarında bunu görmək mümkündür. Ədalət mövzusu çox qarışıq mövzudur. Hara fırlasan, əxlaq mövzusu ilə əlaqəli şəkildə irəliyir. Bəlkə də danışmamalıyam, bilmirəm. Ümid edirəm varsa geniş şəkildə izah verə bilərəm, amma hədəf taxtası olmaq istəmirəm, həm də o da var.